Salam dostlar. Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin Elxan Mayıroğlu. Xoş gördük hamınızı. Bugün birinci gündür. Bazar ertəsi. Saat 2'dir və deməli danışdığımız kimi biz efirdəyik. Xoş gördük hamınızı. Allah hər birinizə can sağlığı versin ki biz bütün bu istədiklərimizə nail olaq. Yəni can sağ olmasa hiçbir şeye nail olmaz. Yani xəstə adam ancaq canının hayında ola bilər. Ona göre de bize can sağlığı mütləq vacibdir. Yani Azərbaycanda bugün səhiyyənin bərbad olduğu bir vaxtda çalışın, özünüzə fikir verin, xəstələnməyin, salamat qalın. Salamat qalın. Bilin ki, siz hələ bu xalqa lazımsınız. Və biz, bilirsiniz, bugün bizim verilişimiz, yani söhbət istedadlı dəladuzlardan gedir. Yani onlardan biri xarici görünüşünün qəşəng kişi bugün bizim qonağımızdır. Kino rejissor Vaqif Mustafayev. Yani bunu siz her biriniz tanıyırsınız. Yani deməli Vaqif Mustafayev bizim Azərbaycan kinosunun en gözəllərindən biri. Elə məsələn Bəyin Oğurlanması, bircə hamı sevə-sevə baxdığımız, yani bize lezzet edən Ələskər və yaxud da o Siyavuşdan oynaya gedirlər, deyir ki, uşaqlarımız da deyir ki, atamız işe gedir. Hemen o məşhur filmin senari müəllifi və rejissoru hemen bu Vaqif Mustafayev. Ondan əlavə Yaramaz filmi də çəkib, gözəl bir Yaramaz filmi çəkib dostlar. Yani insanın, gözəl bir insanın, yani uşaq qəlbli, kövrək bir insanın cəmiyyət içərisində necə yaramaza çevrilməsini elə gözəl verib ki. Yəni və elə onunla da deməli bu sonradan baxıb görüb ki, yaramaz olmaqdan gözəl bir şey yoxdur. Özü də elə bu yolun dalına düşüb. Düzünü deyim ki, mən inanın, məsələn Vaqif Mustafayevin bu iki filmi Avropada və yaxud da Amerikada, məsələn bu iki film bəs idi ki, Vaqif Mustafayev ömrünün axırına kimi normalini yaşasın və heç kimə ehtiyacı olmasın. Nə Heydər Əliyevə yaltaqlansın, nə İlham Əliyevə yaltaqlansın, nə şərəfsizlik eləyib şərəf ordeni alsın, nə xalq artisti alsın ya da əməkdar artist. Yəni əməkdar sənət xadimi. Mən dostlar, niyə məsələn hamımızın değer saydığımız, yani işlerine, filmlerine veya da yazısı yazılarına, şehirse şehirlerine seve-seve baktığımız veya da aktördürsə obrazlar, oynadığı obrazlara seve-seve baktığımız bu adamların mesela bu Vaqif hakkında niye danışmak istedim? Niye ben göstermek istedim ki, ay dostlar, yani bu adamlar, bugün biz değer saydığımız bu adamlar bizim için değer olabilmez. Ona göre ki bunlar bütün dövrlerde xalqını da, millətini de yani ölkəyə rəhbərlik edən, kimliyinə asılı olmuyor o adamlara satıflar. Yani heç vaxt xalqın yanında olmuyorlar. Ve yadınızdadırsa hələ Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə KGB arxivlərinin açılmağından danışırdıq biz. Yani qırğın gedirdi ki, bu açılmadı. Ona göre de bazen biz bu qənaətə gəlirik ki, əgər biz o zaman KGB arxivlərini açsaydik, yəqin ki, yani bugün bu vəziyyətdə olmazdıq. Məsələn, hamı bilir, bu Vaqifin özü də bilir ki, məsələn deyək ki, bu Vaqif Mustafayev, məsələn deyirəm, Bəyin Oğurlanmasını çəkir. Yani Bəyin Oğurlanması da çox çıxandan sonra dəhşətli şəkildə yayıldı və biz hamımız deyək ki, Vaqif Mustafayev adında gözəl bir rejissor tanıdıq. Və ondan sonra 88-ci ildə bu Yaramaz filmini çəkdi. Həmən bu dediyim o Yaramaz filmi və onu çəkdi Vaqif. Bundan daha gözəl, məsələn biz biraz daha çox sevdik onu və bu adam sonra təsəvvür edin, birdən-birə deyək ki, 10 ildən sonra 99-cu ildə 99'dan 2013'e kimi Heydər Əliyev hakkında 12 tane film çəkib.
Ve bu adam sübut eləməyə çalışır ki, Heydər Əliyev bəşəriyyətin, yəni olduğu kimi oxuyacağım, buraya yazmışam, deməli, bunun bir yeri var deyir. Deməli, 5-ci filmdə, deməli, bu Heydər Əliyev haqqında film çəkir. Deməli, 5-ci filmdə artıq, 5-ci filmə kimi 4 film çəkib, arxiv sənədlərindən, məsələn, deyək ki, 1-ci general KGB ilə bağlı o Ziya Yusufzadə var, bu KGB-nin məktəbinin rektoru var. O oturub danışır, deyək ki, Yusufzadə də deyəsən onun familiyası, o danışır ki, məsələn, deyək ki, Heydər Əliyev KGB generalı, KGB-də işləyən kimi necə çalışır, yəni onun lap o əvvəldən institutda oxumağından sona qədər, yəni müəyyən adamlar müdaxilə, müəyyən dəyişən kadrlarla yəni danışır. İkinci filmdə bu, deməli, Heydər Əliyevin Azərbaycanda 1969-cu ildə deməli, birinci katib seçiləndə, Azərbaycanın birinci katibi seçiləndən sonra deməli, 82-yə kimi də, 82 kimi işlədi deyəsən. 82-yə kimi, yəni orada harda nə açılıb, nə harda gül qoyur, harda lent kəsir, yəni o şeyləri montaj edib, yığıb bir yerə və təsəvvür eləyin ki, yəni o gedib arxivdən elə adamlar tapıb çıxardıb ki, yəni ən diqqəti çəkən də odur ki, dostlar, məsələ burasındadır ki, bu bir dənə də olsun insanın ancaq bir filmində var deyəsən, o da bir bu BAM-la bağlı, neyləsə bağlı bir film var. Orada məsələn makinadan istifadə edib, məsələn danışanlar adamlar özləri deyək ki, yazılır və bu kimdir? Qalan heç birini bilmirsən ki, kimdir, nədir, nə deyil. Və o adamlar, yəni ikinci filmdə Azərbaycan, üçüncü filmdə bu artıq Moskvaya gedəndən sonraki Moskvadakı o fəaliyyətinlə bağlı arxiv kadrlarını yığıb montaj edib və Moskvada Heydər Əliyevə yaxın olan adamlar, yəni bunlarla Heydər Əliyevi yəni belə dünya çapına təqdim eləmək istəyirlər ki, bu Vaqif Mustafayev sübut eləməyə çalışır ki, Heydər Əliyev deməli bəşəriyyətin, baxın, bəşəriyyətin ən qüdrətli şəxsiyyətlərindən biri. Heydər Əliyev üçün deyir bunu. Təsəvvür edin. Deməli, və üçüncü filmdə də yenə həmən, 4-də də deyəsən məhz Heydər Əliyevin o yenə arxivinə bağlı, məsələn deyək ki, bu 20 yanvara doğru, neysə belə bir şeydir. İnanın belə, belə həvəs də yoxdur, baxa da bilmirsən adam bu filmlərə. Və 4-cü filmdən sonra, deməli, bunu da hardan çəkiblər? Bakı şəhər icra hakimiyyəti. O vaxtı, bu Allah rəhmət eləsin, bu Rafael Allahverdiyev Bakı şəhər meri olanda, Bakı şəhərinin icra başçısı daha doğrusu, bizdə meriyə yoxdur bilirsiniz, tapır. Və gedirlər bir yerdə Heydər Əliyevdən bağlı həmən bu şeyləri, 4 filmi çəkirlər. Və sonra indi orada güya ki, Heydər Əliyev baxmayıb bunlara, Rafael Allahverdiyev aparır bunu, təqdim edir Heydər Əliyevə. Bu da deyir ki, bəs Vaqif güya ki, özünü bilməməzliyə qoyur ki, bunun bu şeylərdən xəbəri yoxdur. Vaqif bir, deyək ki, sənətkar kimindir, bunu çəkibsə çəkib göstərsin, hər lap yaxşı. Və o film, dostlar, belə başlayır. Bir neçə dəqiqədən sonra statik planda qoyub və yazır. Bir neçə dəqiqədən sonra bu otağa bəşəriyyətin ən qüdrətli şəxsiyyətlərindən biri daxil olacaq. Yenə kadr dəyişir, yenə Heydər Əliyevin o hakimiyyətə gəlməyi ilə gördüyü işlərdən bağlı bir neçə şeylər göstərir və ondan sonra Heydər Əliyev, bir də baxırsan ki, qapı açıldı, girdi içəri, Heydər Əliyev oturdu orada və başlayır danışmağa. Təsəvvür edirsiniz? Mən əgər Vaqif Mustafayev, əgər deyək ki, sənətkar olmasaydı, doğrudan da Heydər Əliyevin kim olduğunu bilməsəydi
ve bu sözü adi bir adam kimi demiş olsaydı adamı bu kadar tesir edemez. Bakın dostlar, bu bizim Azerbaycan halkının değer verdiği insandır. Yani biz buna değer verdik ki bu bizim değerimiz vardı Mustafa'ya falan. Ama bu halkına, milletine zulm eləyən, ona nifrət eləyən və burada filmdə də var belə bir yer ki, məsələn, deyir ki, Heydər Əliyev yenidən qayıtdı Ruslardan biri deyir ki, özü də məsələ burasındadır ki, o filmlərin əksəriyyətini mən axtardım, Azərbaycan variantını tapa bilmədim. Elə yarı Rus, yarı Azərbaycanca qarşı şəkildə, amma Ruslar da olan təmiz Ruslardır. Hətta Heydər Əliyevdən bunların görüşü də Rusçadır. Təsəvvür edin. Deməli, və bu adamlar, dostlar, bu adamlar təqdim eləməyə çalışırlar ki, Heydər Əliyevin əvəzi yox imiş və bu adam Azərbaycan xalqının, yəni bu dünya çapında bir siyasətçiymiş və bu gün Heydər Əliyev Azərbaycan xalqına nə eləyirsə haqq edir. Yadınızdadırsa bu Yaramaz filmində belə bir yer var. Katibə gəlir Qəzənfər Məmmədoviçə deyir ki, zəng eləyib Narodni artist Balayan. Deyir, nə istəyir? Deyir, bəs o tabliçka hansı ki, hətəm istehsal edir, o çıxankada yazır şey edir, istehsal edir. Deyir ki, ona nə deyim? Deyir, get nə istəyirsən deyir. O da gəlir Balayana deyir ki, bəs Qəzənfər Məmmədoviç ölüb. Səhərsi gün yenə gəlir, deyir ki, bəs sən geliyibdir, Narodni artist, xalq artisti Balayan. Bəs deyir, nə istəyir? Deyir ki, tabliçka. Deyir ki, bəs sən dünən ona dedin ki, ölüb. Deyir, o yeni direktor istəyir. Yəni, yeni qoyulmuş direktor. Yəni, bunlar üçün, yəni bugün Azərbaycanda, təkcə Azərbaycanda yox, ümumiyyətlə postsovet məkanında, keçmiş seri məkanında olan bütün insanlar, yəni sənət adamlarının əksəriyyəti belə düşünür. Yəni onlar üçün hakimiyyətdə kimin olmağının, kimin gəlməyinin dəxli yoxdur. Kim gəlir gəlsin, bunlar öz işindədir. Yəni buna nə lazımdır, zəng eləməlidir. Yəni sovet psixologiyası bu insanları belə öyrədir. Yəni bunlar elə fikirləşirlər ki, məsələn deyək ki, bunların siyasətdən işi yoxdur. Bunlar hökumətin və yaxud da əgər sən hökumətdə bir vəzifə tutursan, Allahsızlıq edirsənsə, bu siyasətə qarışmır və heç nə deyə bilməz. Heç nə demir. Ağlına sualın səsi olsana deyir ki, bilirsən, mənim siyasətlə məşğul olmuram. Sən Arif Babayev var idi, yaxınlarda rəhmətə getdi və o kəramət böyük olan haqqında demişdi müğənni kimi. Yəni Arif Babayevin boğazına bıçaq çəkirdi, yenə deyirdi ki, sən Allah məndən uzaq elə. Yəni ayda həmən o İlham Əliyevin həmən o mükafatına 1500 manatını alırdı, qəşəng. Sonra əlavə onun maşını da vermişdi, evdə hər şey vermişdi ona. Bu da fikirləşirdi ki, nə xalqa, kişi xalqsat kimdir? Yaşayırdı öz üçün. Hələ yeri gələndə bir xalqın əleyhinə də nəsə deyirdi. İndi bu Vaqif Mustafayev. Mən yenə deyirəm dostlar, mən məsələn Vaqif haqqında bəlkə də heç danışmazdım. Niyə danışdım bilirsiniz? Məsələn deyək ki, sən film çəkirsən, falan çəkirsən, lap yaxşı. Yaxşı. Ola bilər ki, indi sənin deyək ki, nəyəsə ehtiyacın var, gedib 4 dənə film çəkirsən. Deməli, 2000-ci ildə buna əməkdar incəsənət xadimi adı veriblər. Deməli, həmin o 4 film çəkiləndən sonra 5-ci film Heydər Əliyevdən görüşən ki, buna əməkdar incəsənət xadimi adı verib Heydər Əliyev. Üstündən bir il keçib bunu şöhrət ordanı ilə mükafatlandırıb. Üstündən bir il keçib deyək ki, artıq 2005-ci ildə deyək ki, bu adam Azərbaycanın xalq artisti adı verib. Yəni o Heydər Əliyev haqqında, bir məhəbbət haqqında, sonra bu Qarbaçovun nə idi o filmin adı?
Qarbaçovun adını qısqanclıq məsələsindən bağlı. Deməli, deyir ki, bir həsədin tarixi. Təsəvvür edin. Mən yenə deyirəm, inanın, Allah'ın olsun, mən bunu da fərqinə varmazdım. Bu gedir, Heydər Əliyev deyir ki, bilirsiniz, deyir, Qarbaçov deyir, sizi niyə işdən çıxardı? Deyir, ona görə ki, deyir, Qarbaçov deyir, sizi həsəd aparırdı, sizi paxıllıq edirdi sizə. Və burada bir yer var. Vaqif orada danışır və görün Heydər Əliyev haqqında nə deyir dostlar. Mən əvvəldən başlamaq istəyirəm ki, necə mən başladım Heydər Əliyev haqqında filmlər çəkməyə. Mən oxuyurdum Moskvada, özdə bədii filmlər fakültəsində, görkəmli rejissor, komediya ustası Eldar Ryazanovun sinifində. Oranı bitirəndən sonra gəldim Bakıya və Bakıda 2 film çəkdim, bədii filmlər. Birincisi Bəyin oğurlanması və bir film də çəkdim. Və sonra Moskvada bir nəfər mənə yaxınlaşdı, belə bir məşhur prodüserlərdən biri və başladı ki, biz istəyirik siz deməli görkəmli Yahudi aktyoru Mikhoyls haqqında film çəkəsiniz. Bu Mikhoyls da deməli o vaxtları Stalin vaxtı deməli çox məşhur idi və Stalin onu sonra güllələtdirdi. Mən dedim ki, bilirsiniz, mən sənədi filmlər çəkmirəm ümumiyyətlə və çəkmək fikrində deyiləm. Hansısa bir şəxsiyyət haqqında bu mənim mövzum deyil. Və canımı qurtardım bu deməli bax bu məsələdən. Sonra bir müddət sonra, bir ildən sonra deməli bu talehin ironiyasına deməli uyğun belə də olmalı idi əlbət. Bir daha mənə yaxınlaşdılar və dedilər ki, deməli Stalin haqqında 3 seriyalı sənədli film. Stalin də o adam idi ki, Mikhoylsı güllələtdirən, o talehin ironiyası bundadır. Mən dedim ki, bilirsiniz, mənə maraqlı deyil deməli bu film çəkim, sənədli film, portret, məsələn bir şəxsiyyət haqqında. Bundan da canımı qurtardım mən. Sonra gəldim Bakıya. Bakıda da mənə bir neçə təkliflər oldu, kiminsə haqqında filmlər çəkmək, sənədli filmlər. Və mən hamını inandırdım və dedim ki, mən kiminsə haqqında, hansısa şəxsiyyət haqqında filmlər çəkmək fikrində deyiləm. Mən bədii filmlər rejissoruyam. Sonra 93-cü ildə Heydər Əliyev hakimiyyətə qaydanda nədənsə mən başladım onu izləməyə, onun deməli fəaliyyətin, onun görüşlərin. Görünür ona görə ki, məndə xatirələr qalmışdı o Sovet vaxtından, o vaxtlardan. Mənim deməli birinci burada universitetdə oxumağım və sonra Heydər Əliyevin təhsil proqramına əsasən mənim Moskvada deməli təhsil almağım və sonra deməli bəzi mənim gördüyüm, mənim müşahidələrim bax bu isti münasibət var idi məndə ona. Özü ilə tanış deyildim, amma mənə çox maraqlı gəlirdi hələ o vaxtları Heydər Əliyevin şəxsiyyəti. Deməli bu yəni Heydər Əliyev haqqında elə şeylər dedi. Bu Mədəniyyət TV-də bir veriliş hazırlayırlar. Bu orada çıxış eləyib və mən onu sonra bir də baxdım. Və mən fikirləşdim ki, yəni insan bu qədər insan bu qədər alçaq olarmı? Şərəfsiz olarmı? Axırıncı deyək 12-ci filmdə bu ata yolu. İlham Əliyevin prezident olmasının və indən sonra hələ çox Azərbaycan xalqının başına çox oyunlar açmağından danışacaq və təsəvvür edin. 2005-ci ildə təsəvvür edin. Bu Heydər Əliyev haqqında bir filmdə çəkir. 2006-cı ildə deməli İlham Əliyev bunu Space-ə direktor qoyur. Vaqif Mustafayev. Və yəni mən nəyi demək istəyirəm dostlar? Biz məsələn deyək ki, dəyər saydığımız insanların, millətin sevimlisi saydığımız bu adam bizə zülm eləyən, bizim anamızı ağladan adam haqqında bəşəriyyətin dahi şəxsiyyətlərindən biri adlandırır, təsəvvür edin. Və deyir, xalqın ürəyində bu gözəl bilir ki, sabahları hakimiyyət dəyişəndə təsəvvür edin. Hakimiyyət dəyişəndə o heykellərin hamısını tutacaqlar və bu saat cəmaat, bu saat zəncir çiynir onun əlindən. Hər gün elə bu
efirlərdə deyirlər ki, qalmaq lazımdır. Bunlar belə olmaz hələ. Elə bu gün də bayaq deməli Ləman Ələşrəf qızı təbrik edirdi. Mən də sizi təbrik edirəm. Yəni deməli yol haqqının, marşrutların qiymətinin qalmasından bağlı təbrik elədi. Düzü mən də yəni güldüm biraz ki, yəni bu məbləğ o Kəmalənin bir verilişi var idi. İnsanları təhqir eləyə, suallar, zadlar verirdi. Və axırda deyirdi ki, bu məbləğ 1 milyon ola bilərdi məsələn indi. Amma bu məbləğ 1 manat da ola bilərdi. Yəni 10 qəpik artırıldı. Yəni əvvəlcədən söz bıraq, səs bıraq ki, yol haqqı 50 qəpikdən 1 manat olacaq. Aqil Abbas da çıxsın oradan nəsə desin. Ondan sonra da 10 qəpik qaldır, 60 qəpik hamı sevinsin ki, yəni bu məbləğ 1 manat da ola bilərdi. Yəni o nöqteyi nəzərdən, məsələn, mən istədim Vaqif Mustafayevdən bağlı danışım. İndi Allahın köməyi ilə mən bunları mərtəbə danışacağım, anlatacağım sizə bunların, yəni bu qədər. Baxın. 2000-ci ildə əməkdar incəsənət xadimi, 2001-də, 2-də yoxsa şöhrət ordeni, 2003-də şərəf ordeni, 2005-də xalq artisti, 2006-da Space-in direktoru və Ata Yolu filmini çəkəndən sonra da prezidentin xüsusi diplomu, yəni nə istəyib və üstə gəl, təsəvvür edin, üstə gəl prezidentin xüsusi pensiyası. Yəni 1500 manat. 1500 manat üstə gələk, deyək ki, 300 manat da xalq artistinə görə verirlər. İndi bilmirəm, əməkdar incəsənət xadimindən sonra xalq artistlərində əməkdar incəsənət xadiminə gələn pul ləğv verilir yoxsa yox, bilmirəm onu. Yəni 1800 manat təkcə bu adlara görə Vaqif Mustafayev pul alır. Və təsəvvür edin. Ona görə də bu həmən bu Heydər Əliyevi dahi dünya bəşəriyyətin ən güclü şəxsiyyətlərindən biri. Baxın, millət acından ölür, millət çörək tapmır yeməyə, iş yox, güc yox, insanların ümid yeri qalmayıb. Bu cəmaatın pis halından istifadə edib prezidenti belə qaldırıb tərifləmək. KGB-nin agenti nətər olur be? KGB-yə işləyən adam nətər olur? Deməli, təsəvvür edin, 12 filmdən sonra, indi təbii məsələdə Vaqif Mustafayevin rejissorluğuna heç kimin şübhəsi yoxdur. Sadəcə olaraq insanın bu dərəcədə yaramaz, bu dərəcədə şərəfsiz olmağı və şərəfsiz ola da vəzifəyə qalmağı, bu hətta 2000 təsəvvür edin, bu 2000-ci ildən 2006-cı ilə qədər Mədəniyyət Nazirini və Heydər Əliyev bunu həmən o 4 filmi çəkəndən sonra həmən bunu Mədəniyyət Nazirinin müavini qoyur. Polad Vurğuloğlu'nun müavini. 6 il işləyəndən sonra İlham Əliyev təzədən bunu bu Space-ə direktor qoyulanda bu Mədəniyyət Nazirinin müavini vəzifəsindən çıxardırlar. Və bu gün də Heydər Əliyevi bəşəriyyətin ən güclü şəxsiyyətlərindən biri sayılır və bu gün də İlham Əliyevə xidmət eləməkdən əl çəkməyib. Və mən onun axırıncı Ata Yolu, 12-ci Heydər Əliyev haqqında çəkilən filmlər 12-cisində, məsələn, deyək ki, İlham Əliyevdən balaca bir parça ola, ondan da səs götürmüşəm. Gəlin ona qulaq asaq. Bunu dərk edirdim. Bəzilərdən fərqli olaraq, çünki bəziləri indi prezident arzusuna düşənlər, bəzi insanlar hesab edirlər ki, prezident olmaq böyük bir üstünlükdür, yaxud da ki, böyük imtiyazlar verəcək. Amma mən dərindən bilirdim ki, bu çox ağır, məsuliyyətli vəzifədir və bu vəzifədən ağır və məsuliyyətli vəzifə ikinci ola bilməz. Çünki bu son məsuliyyətdir. Əlbəttə ki, hər bir dövlət qurumunun öz məsuliyyəti var. Hər bir nazirliyin, hər bir
dövlət şirkətinin ancaq son məsuliyyət prezidentin üzərindədir və son qərar Eşitdinizmi dostlar? İlham Əliyev bu 2013-cü ildə deyir, son məsuliyyət. Yəni bu çox gözəl bilir ki, bugün respublikada baş verən hadisələrin hamısının məsuliyyəti bundadır. Və ona görə də bu buraxın milləti başlı başına ki, gedin pul gətirin və biz də bugün ondan deyirik ki, İlham Əliyevin xəbəri yoxdur. Qərarı prezident verir və o qərardan ölkənin taleyi asılıdır. Və mənim bu yola getməyimin səbəbi sadəcə olaraq Heydər Əliyev siyasətinə, onun ideyalarına olan sədaqətimin nəticəsidir. Məni bu vəzifəyə heç bir başqa amil sövq etmədi. Sadəcə olaraq mən bilirdim və görürdüm ki, əgər bu siyasətə dəyişiklik edilərsə, əgər yenə də Azərbaycan rəhbərliyinə təsadüfi adamlar gələrlərsə, bizim ölkəmiz, xalqımız böyük fəlakətlərlə üzləşə bilər. Və bu ehtimal və bu təhlükə var idi. Çünki 2003-cü ildə bilirsiniz ki, Heydər Əliyevin səhhətində problemlər yaranmışdır. O bir müddət müalicə olunurdu və bu vəziyyətdən istifadə etmək istəyən həm daxili, həm xarici qüvvələr çox fəallaşmışdır. Onlar hesab edirlər ki, bunlar üçün son şansdır ki, hakimiyyəti ələ alsınlar və Azərbaycanı tam başqa istiqamətə aparsınlar. O ölkəmiz üçün fəlakət ola bilərdi. Çünki tam əminliklə deyə bilərəm ki, o vaxt hakimiyyət iddiasında 2003-cü ildə olan qüvvələr antimilli qüvvələrdir. Onlar xaricdən idarə olunur. Və təsəvvür etmək çətindir ki, əgər bu antimilli, xəyanətkar, satqın qüvvələr 2003-cü ildə hakimiyyətə gəlsəydilər, Azərbaycan hansı vəziyyətlə üzləşə bilərdi? Ona görə mənim üçün bir vətəndaş kimi, bir Azərbaycanlı kimi, vətəni sevən bir insan kimi və Heydər Əliyevin oğlu kimi başqa seçim yox idi. Xalqın dəstəyinə arxalanaraq və əlbəttə ki, o vaxt Heydər Əliyev amili həll edici rol oynamışdır. Bu amilə arxalanaraq mən bu mübarizəyə qoşuldum və həyat onu göstərir ki, mən düzgün atmışam. Deyə bilmərəm ki, istədiyimə nail ola bilmişəm, çünki gələcəkdə hələ görüləsi çox iş var, çox iş görülmüşdür, amma mənim planlarımda daha da böyük işlər var. Bu planlar haqqında bəzi hallarda mən ictimaiyyətə açıqlamalar verirəm. Ümumi, konseptual qaydada Azərbaycanı gələcəkdə hansı inkişaf dövrü gözləyir, bu barədə məlumatlar verilir. Azərbaycan 2020 konsepsiyası artıq hazırlanmışdır və növbəti 10 il ərzində ümumi daxili məhsulun 2 dəfə artırılması, qeyri-neft sektoru hesabına artırılması artıq hədəf kimi ortaya qoyuldu. Baxmayaraq ki, son 9 ildə iqtisadiyyatımız 3 dəfə artmışdır. 2020-ci ilə qədər Azərbaycanın inkişaf konsepsiyasıdır. Konsepsiyanın reallaşması nəticəsində 2020-ci ildə Respublikanın ümumi daxili məhsulu 130 milyard dollar təşkil edəcəkdir. Bir nəfərə düşən ümumi daxili məhsul 13 min dollar olacaqdır. Ölkədə gedən quruculuq, abadlıq işləri haqqında bəlkə də deməyə dəyməz, çünki hər şey göz qabağındadır. Həm Bakı, həm bölgələr, hər bir rayonda, hər bir kənddə quruculuq, abadlıq işləri gedir və ən önəmlisi ondan ibarətdir ki, bu işləri biz hamımız edirik. Ona görə əlbəttə ki, görülən işlər məni çox sevindirir. Hər bir insan öz işin nəticələrini görəndə təbii ki, sevinir. O cümlədən də mən, amma eyni zamanda mən daim bir, necə deyərlər, məqamı ürəyimdə saxlayıram ki, mən atamın inamını doğrultdum. Yəni, bugün əminliklə bu barədə deyə bilərəm ki, əgər o bugünkü Azərbaycanı görsəydi, o şad olardı. Əminəm ki, onun ruhu şaddır, çünki bugünkü Azərbaycan onun əsəridir. Müstəqil Azərbaycan onun əsəridir və bugün onun yolu ilə gedərək biz ölkəmizi inkişaf etdiririk, zənginləşdiririk və onun adını əbədiləşdiririk, onun adı xalqın qəlbində
əbədiləşdirilibdir və bizim borcumuzdur ki, bu siyasətə daim sadiq olaq, bu yoldan dönməyək, bütün təzyiqlərə, təhribatlara baxmayaraq bu yoldan dönməyəcək və Azərbaycanın daha da gözəl gələcəyini təqdim edəcəyik. Eşitdiniz dostlar, dəhşət bilirsiniz nədir? Mən sizə deyim də, bu məsələ burasında gələ İlham Əliyev deyir ki, hələ indən sonra biz çox şey eləyəcəyik, biz sizin ananızı ağladacağıq və ən əsası da deyir ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Əslində düz deyir o. Biz belə Azərbaycan qurmaq istəmirdik. Biz tamam başqa Azərbaycan qurmaq istəyirdik və bu dəraduz, həmən bu İlham Əliyev və bu Heydər Əliyevin deyək ki, yerinə qoyub getdiyi adam deyir ki, bugünkü bəli bu mən onun nə demişdi, hamısını eləmişəm və indən sonra hələ görüləcək işlərimiz var. Yəni, Azərbaycan xalqının hələ təmiz axırına çıxmayıb. Yəni, təmiz o yönünü təmiz dəyişdirməyib hələ, təmiz məhv eləməyib, təmiz qula çevirə bilməyib. Ona görə də və anti-milli qüvvələr sahə, yəni 2003-cü ildə deyir ki, mən hakimiyyətə gəlməsəydim, tamam başqa bir şey olacaqdı. Yəni, baxın, hələ indən sonra bu adam nə qədər hakimiyyətdə olmaq, bizim anamızı ağlamaq fikrindədir. Siz bunu hələ 2013-cü ildə deyib və Ziya Səmədzadə idi o arada bir dedi ki, Azərbaycanda ümumi daxili məhsulun artırılması 13 min, adam başına düşən məhsul 13 min dollar olacaq 20-ci ildə. İndi 25-ci ildir. Adam başına düşən məhsul nə qədərdir? Və qeyri-neft sektorundan Azərbaycanın büdcəsi az qala qeyri-neft sektoru ilə inkişaf olacaq falan. Hani qeyri-neft sektoru var mı Azərbaycanda? Əksinə, yəni o bütün o qeyri-neft sektorundan bağlı olan bütün nələr var idi, hamısını dağıtdılar, hamısını böyür üstə qoydular ki, bu millət heç nə qazana bilməsin, sosial yardıma asılı qalsın. Onlar da sosial yardımı kimə istəyirlər faiz qoyub, orada limit qoyub İlham Əliyev, kimə istəyirlər ona verirlər. Və bu Dəraduz, Vaqif Mustafayev də onu bizə milli qəhrəman kimi, deyək ki, dünya səviyyəsində seçilən bir lider kimi bizə sırmağa çalışır ki, biz ona səcdə eləyək. Və biz də bu adamı özümüzə dəyər hesab edirik. Sayırıq ki, bu Azərbaycanda bəyin oğurlanması kimi gözəl bir film çəkib və şeydir, və yaxud da yaramaz kimi bir film çəkib, bu bizim dəyərimizdir. Dəyər də bu Vaqif Heydər Əliyev kimi bir dəraduzu, bir şərəfsizi. Mən yenə deyirəm, inanın mənə, əgər orada bir dənə, iki dənə, məsələn, deyək ki, film elə belə çəksəydi ki, dolanmaq üçün ki, bu da bir şeydir, yəni bu. Özü də 99-cu ildir. Təsəvvür edin. Bu adam, yəni o 90-cı illərdə vəziyyətin pis olan vaxtlarında fikirləşib, nə alim gedib, hətta Moskvada tanış olan, görünür o Moskva ilə əlaqələrlə bağlı olaraq bir gürcü operatorundan, yəni o Moskvada o yollar axtarmaq Qarbaçova Fransızda 2 il Qarbaçovun dalından gəzib ki, təsəvvür edin ki, deyək ki, həmən o bir həsədin tarixi çəksin. Orada da mən baxdım, Qarbaçov çox səmimi, çox belə danışıqla, səhətinə görə filanza doyan bən və burada zordan bu təsəvvür edin şey deyir ki, güya ki, Qarbaçov Heydər Əliyevə həsəd aparılmış, ona görə də bunu şey edib və yaxud da Qarabağ məsələsində. Qarabağ məsələsində sən Qarabağı gələn kimi buraya artıq vermişdin ermənilərə. Gələn kimi 1993-cü ildə sürətlə gəldiniz, çevriliş eləyəndə sonra yığdın bütün Qarabağın qoşunları dağıtdın, öz adamlarını yığdın Bakıya hakimiyyətini möhkəmlətmək üçün, oradan da tapşırdın ki, sərhədlərdən buraxın, qoyun ermənilər nə qədər istəyirlər gəlsinlər. Və bir-iki nəfər də adam göndərdin rayonlara ki, cəmaata deyərsən ki, dağılışın, qaçın canınızı qutarın, biz sizi qoruya bilmirik. Və cəmaat da başladı qaçmağa. Təsəvvür edin. Bu adam ondan sonra getdi, atəşkəslə bağlı Rəsul Quliyev şərəfsizi göndərdi, getdi. O şərəfsiz
müqaviləni imzaladı. Ateşkəslə bağlı. Ondan sonra başladı. Dedi, bak problemi yarattım. İndi gəlin bunu həll edəyək. Kim də bir balaca yerdən tərpənən kim deyirdi 1 milyon qaçqınımız var. Həmin o 1 milyon qaçqın da bugün indi deyək ki Qarabağ alınıb Qarabağa qayıtmaq lazımdır. Qoymur heç kimi qayıtmağı. Özü orada nəsə qurur, nəsə yaradır bizneslə falanla bağlı. İnsanlar da üzbəüz qarşı-qarşıya qoyuşu qoy qırsınlar bir-birini, desinlər ki, siz Qarabağı almışıq, siz Qarabağa getmişsiniz. Təsəvvür edin. Həmən bu Vaqif kimi şərəfsizlər də təkcə Vaqif deyil, yəni deyək ki, orada istənilən indi növbəti Allah qoysa növbəti qəhrəmanımız mən fikirləşmişəm ki, yəqin olacaq Sabir Rüstəmxanlı. Təsəvvür edin. Biz bunlara nə tər inanmışıq, necə eləmişik, bu adamlar səndə hamısı Heydər Əliyev işləyirmiş. Deməli, deyir Heydər Əliyev, mən istəyirəm, bilirsin onu siz işdən niyə çıxardıqlar. Həmən bu Vaqif Mustafa, həmən bu Yaramaz filmini çəkən qədər deyir ki, həmən bu bəyin uğurlanmasını çəkən, o Yaramaz filmini çəkən deyir ki, bilirsiniz deyir, sizi Qarbaçov deyir, niyə işdən çıxart, deyir, ona deyir, o sizi həsəd aparırdı. Və mən istəyirəm bunun haqqında film çəkim, deyir ki, sən bunu nə tər edəcəksən, sən Azərbaycanı, sən Qarbaçov, deyir ki, mən tapacağım və deyir, mən 2 il, təsəvvür eləyin də, Rafael Allahverdiyenin puldan verib, bu da gedib orada 2 il Qarbaçovun dalıyla gəzir ki, ondan deməli, kimə indi nə qədər pul verib, nə eləyib, o başqa şeydir. Orada ki, Qarbaçovdan bir müsahibə götürsün. Deyir ki, 15 dəqiqə, Qarbaçov mənlə 15 dəqiqəlik görüşməliydi, bu oldu deyir 2 saat. Güya ki, bu Qarbaçov orada ittiham edib, Qarbaçov orada əsəbləşib filan. Mən də baxdım orada, elə bir şey yoxdur. Yəni, Heydər Əliyevi zordan şişirdib, yəni, mən üzr istəyirəm, o poxtan konfet düzəltmə məsələsi deyirlər, onu eləmək istəyir. Adil Zamanov yazır, Assalamu aleyküm bəy. Prezidentin dediklərinə millət etiraz etmirsə nə problem var ki? Elə mən də ondan danışıram dostum da, ona görə danışıram ki, bilirsiniz niyə etiraz eləmir? Ona görə etiraz eləmir. Baxır, görür ki, fikirləşir ki, Vaqif Mustafayevdir. Bəyin uğurlanması kimi, deyək ki, Yaramaz kimi və yaxud da deyək ki, milli bomba kimi, nakəs kimi və yaxud da hər şey yaxşılığa doğru kimi o erməni tabut gətirirlər, onunla belə filmlər çəkən bir adam deyir ki, bu Heydər Əliyev nə edirsə düz edir. Bu da fikirləşir, qalır belə, fikirləşir ki, yəqin bu şey belə də olmalıdır, ona görə də bu fikirləşir ki, yəqin belə olmalıdır, bu Heydər Əliyev düz edir. Ona görə də etiraz yoxdur. Etiraz eləmək istəyən də və yaxud da deyək ki, bir ovuçdur, deyək ki, 5-6 adamdır. Onların da üçünü götürüb basıb türməyə, bu saat bu zindanlarda deyək ki, Kürdaxanda olan adamların, inanın mənə, 99% heç nədən yatan adamlar. Yəni, ya siyasi nöqteyi nəzərdən yatırlar, ya da sadəcə olaraq deyək ki, bu, bilirsiniz də bu dindarlar. Dindarların çoxu həbs olunanlar. Bu görk olmaq üçün. Baxır ki, bugün millətin çoxu bu şeylə, deyək ki, İslamla bağlı, deyək ki, daha çox ona meyillidirlər və daha çox birləşmək orada ola bilər. Ona görə də 2 gündən bir gedir orada bir təxribat törədir filan eləyir və adını da qoyur ki, ya narkoman ya da deyək ki, İslam fundamentalizm deyirlər, nə deyirlər, min cür ad çıxardıqlar. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, məsələn, bugün deyək ki, baxın, bizim dəyər saydığımız adamlardan kim, bir maraqlı faktı deyim dostlar, məsələ burasındadır ki, Vaqif Mustafayev həmən bu filmləri çəkəndə, orada deyək ki, Anar da var, bir qrup başqa adamlar da var, mədəniyyət sahəsindən olan adamlar, Arif Məlikov rəhmətli, o da var. Amma Bəxtiyar Vahabzadə yoxdur.
Bilirsin niyə yoxdur Bəxtiyar Vahabzadə? Ona görə ki, Vaqif ona gedib deyənməzdi ki, həmən momentdə o Heydər Əliyev millətin başına o oyun açanda gedib deyə bilməzdi ki, Heydər Əliyevdən bağlı o ki, Bəxtiyar Vahabzadə o Heydər Əliyev dar momentdə parlamentin iclasında durub çıxış edəndə, ayaqlarını yerə döyüb Heydər Əliyev boykot edəndə qalxdı dedi ki, bu kişinin burada filan müdafiə elədi Heydər Əliyev. Yadımızdadır mı? Yəni o nöqteyi nəzərdən məsələn deyək ki, Bəxtiyar Vahabzadə o filmlərdə danışmalı idi. Əgər Heydər Əliyev doğrudan da dahi idisə, yəni doğrudan da ümummilli lider idisə filan. Amma bunlar Heydər Əliyevə müraciət eləmirlər. Bilirsən Heydər Əliyev deyir, git qələtin elə otu yerində Heydər Əliyev. Yəni mənim yaxşı yadımdadır. Vaqif Hüseynov o KGB-nin şeyi var idi, Ayaz Mütəllibovun vaxtında. Hökumət evində onun evini vermişdilər. O arada şey, aşağıda polis gözləyir. Ora köçürmüşdülər onu. Mən o şeylə bağlı film çəkirdim. Cücələrin mahnısının Qəmbər Hüseynli. Onda getdim orada danışdırdım onu və onu təəccüb elədim. Ona görə ki, bu adam Hüsnü Hacıyev küçəsində olurdu. Sonra ora köçürmüşdülər onu. Aşağıdan biri isə hər adam deyib gələ bilmirdi. Şey eləyənmirdilər. Bəxtiyar Vahabzadə birdən şey eləyəndə başlayır danışmağa. Və bir gün görürsünüz də o şey Vahabzadə Bəxtiyarın oğlu. Kişi rəhmətə gedən kimi oğlunu işdən çıxartdı, şərəfsiz şey elədi. Halbuki məsələ budur. Yəni o nöqteyi nəzərdən deyirəm ki, dostlar, məsələn, yəni o hakimiyyətin şərəfsizliyi həm də bir tərəfdən bizim o dəyər verdiyimiz, həmən bu Vaqif Mustafayev kimi dəyər verdiyimiz adamlardır. Onlar səviyyəni, yəni bu səviyyəyə gətirib çatdırdılar. Hamı, indi məsələn deyək ki, Vaqif də deyək ki, o birisi Vaqif də deyək ki, Anar da, sonra Ramiz Rövşən də deyək ki, Çingiz Abdullayev də, hamısı birdən, həmən bizim o dəyər saydığımız adamlar birdən qalxıb etiraz eləmiş olsaydılar, Azərbaycanda bugünkü vəziyyət olardı mı? Və yaxud da bugün Azərbaycanda uşaq pulu verməyə bilərdilər mi? Yəni mən o mənada deyirəm ki, bəşəriyyətin ən güclü şəxsiyyətlərdən biri, o da Heydər Əliyev. Bu saat cəmaat bahanə axtarır ki, bir balaca dursun ayağa, bu hakimiyyət dəyişsin və Heydər Əliyevin o heykəllərin boğazda kəndiri keçirsinlər, sürüsünlər şəhərin o başından bu başına. Bu oğlu da deyir ki, Heydər Əliyev xalqın ürəyində öz heykəlini uzadır. Yəni o nöqteyi nəzərdən deyirəm ki, yəni biz xeyrimizi, şərimizi, yəni o deyək ki, adam var, məsələn, müxalifətdə, bütün deyək ki, 90-dan üzü bəri müxalifətdə olub, özü də ziyalıdır, məsələn, təhsili filanı, bu boyda vaxtda təbii məsələdir ki, yaşayışı yox, filanı yox, biz yeri gələndə onu ələ salırıq. Qınıyırıq onu bilirsiniz niyə görə? Ona görə ki, o 35-40 ildir Heydər Əliyev hakimiyyətə gələndən əziyyət çəkir. Ona görə ki, o sənin yanındadır. Ona görə ki, o səni müdafiə edir. Sənin tərəfindədir. Azərbaycanda dövlətçiliyin tərəfindədir. İstəyir Azərbaycanda gözəl dövlət qurulsun. Məsələ budur. Bu da gedir, deyək ki, görək, mən sadəcə olaraq fikirləşirəm ki, gör, insan fikirləşir, Mozartla Salieri'nin o Fransız bəstəkarı iki dənəsi var, onların aralarında bu nifrət, yəni intriqa olub. Deyir ki, 18-ci ildə Mozartla Salieri, 20-ci əsrdə də Heydər Əliyevdən Qarbaçov. Təsəvvür edirsiniz, nə qədər yaramaz olasan ki, bu dərəcədə fikirləşə biləsən.
Məsələn, dahi haqqında nəsə fikirləşmək olar, bir daha Heydər Əliyevi götürüb oradan sən, inanın mənə, içində də filmlərin, 12 film çəkib, içində heç nə yoxdur. Yəni, material yoxdur. Nə mənada material yoxdur, bilirsinizmi? Yəni, orada deyək ki, kondisioner zavodu açılıb, orada lent kəsir, gəzirlər və bir nəfər danışır. Hamımız da bilirik ki, Sovetlərin törətdiyi, məsələn, deyək ki, Heydər Əliyevin 2 dənə qırmızı əmək bayraq ordeni alıb da Heydər Əliyev, bilirsiniz. Azərbaycan kişi deməli kim 2 dənə alırdı, mənim çox yaxşı yadımda deyirlər. Vaqifin də, həmən bu Vaqif Mustafayevin də çox gözəl yadındadır. Azərbaycanda mağazinlərdə kilkidən tamat sokundan başqa heç nə yox idi. Amma mən yaxşı yadımdadır ki, biz Şəmkirdən minirdik avtobusa, ya Ermənistana, ya da Gürcüstana gedirdik. Oradan kərə yağını alıb gətirirdik. Yəni, oradan istənilən şey. Məsələn, deyək ki, bugün danışırlar o günü Gürcüstanla bağlı ki, məsələn, adamlar var deyir, bugün biznesini Gürcüstana daşıyırlar. Gedirlər Gürcüstanda. Mənim çox yaxşı yadımdadır Sovetlərin vaxtında, 70-ci illərdə. Deyək ki, Şəmkirdən gedirdik, Gürcüstanda işləyirdik. Ayda deyək ki, 500 manat, 700 manat maaş alırdı. Həmən işə Azərbaycanda 250 manat pul verirdilər. Fəylə işləyirdi. Və mənim çox yaxşı yadımdadır. Mənim orada, onların içində mənim qohumlarım da var idi. Hansı ki, gedirdi Gürcüstanda işləyirdi. Həmən pulu qazanırdı, gəlirdi. Və yaxud da bazar günü, deyək ki, 150 kilometrdir bizdən Tiflisə. Otururdu, səhər-səhər çıxırdı yolun qırağına, otururdu avtobusa, minirdi, gedirdi, deyək ki, Gürcüstana. Bazarlığını eləyirdi, axşam da həmən o avtobusla geri qayıdırdı. Çox yaxşı yadımdadır, Allah ölənlərimizə rəhmət eləsin. 90-cı ildə Bakı, Tbilisi, Ağdam-Tbilisi avtobusu partladı Gəncədə. Mənim bir bacım var idi, tarix müəllim. Gəncəyə gedəndə həmən avtobusda dünyasını dəyişmişdi. Şərəfsizlər partlatmışdı həmən avtobusu. Məsələ budur. Yəni, Vaqif həmən şeydən ikinci film, bu görüm onun adı nə idi? Deməli, Heydər Əliyev birinci. Oradan həmən o Heydər Əliyevin o 69-82-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu, hələ 50-ci illərdə, bilmirəm sizin yadınızdadır, bu rəhmətlik bəstəkar Tofiq Quliyevin 80 illik yübleyi keçirilirdi. 80 illik idi, deyəsən sarayda. Orada Heydər Əliyev gəldi ki, Tofiq yadındadır, 80-ci deməli, 70-ci illərdə, 50-ci illərdə deyir. Deməli, 80-ci yübleyi Heydər Əliyevdə gəlir. 50-ci illərdə deyir, siz deyir, bunlarda deyir, caz çalırdınız, deyir, deyir, yaxşı yadımdadır, deyir. Sən də gəlib qoymurdun. 80 yaşında kişiydi də, yəni, həmən yeri sonradan o video yazıda kəsmişdilər. Onda Polad Biloğlu girdi araya, başladı oxumağa, Həbibə dözdüyü ki, yəni ki, cəmaat eləməz. Təsəvvür edin. Bu da həmən dövrdən film çəkir ki, güya ki, Heydər Əliyev 69-da vəzifəyə gələndə və onun da təqdimatı bir filmdir. Məsələn, deyək ki, hansı mərkəzi komitəndə o vaxt hansı sənə bildi ki, qatarda yol gedirdim, deyir. Bilmirəm, hariyasa büro orada birdən telegram gəldi ki, filan sabahları büronun iclası var, orada olmalısan və həmən geri qayıtdıq, gəldik. Səhər gün Heydər Əliyev bizə təqdim elədilər, yəni. Ona kimi heç kim bilmirdi ki, birinci katib kim olacaq. Təsəvvür edin. Bu, həmən o şeydən film çəkir. Özdə danışanlar da kimdir? Əksəriyyəti rus dillilərdir. İçində də bir-iki nəfər şərəfsiz qədələr anardı, nə bilim, deyək ki, belə qalanlar demək olar ki, çoxu, məsələn, rəhmətli Vəfa Quluzadə də var orada. O,
Heydər Əliyevdən danışmır. Orada onun danışdığı anekdotdan danışır ki, yaxşı anekdot danışırdı. Kuru 166 M yazır, salam. Aleyküm selam dostlar. Fəal olun, yazın, bəyənin, paylaşın. Neyse, bax, yəni bilirsiniz dostlar, mən nəyi demək istəyirəm? Bugün xalqımız, insanlar başa düşürəməyə hamısı qapılıqlar. Mən yenə o günkü məsələyə qayıdıram. Biz bu hakimiyyəti dəyişmək üçün, yəni dostumuzu, düşmənimizi tanımalıyıq. Gəlin bir anlıq Vaqif Mustafayevi götürək, kəsək turlayaq da Azərbaycanda bunun adında şərəfsiz adam olmuyor. Nə Mirzaviyet var, nə bəyin uğurlanması. Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə nə ziyan gələ bilər? Amma əgər o şəxsiyyət olmuş olsaydı, onun çəkdiyi lazım deyil. Amma o şəxsiyyət olmuş olsaydı Azərbaycan tarixinin mədəniyyətində Ədil İskəndərov kimi, tamam başqa şey ola bilərdi. Yəni tamam başqa şey olardı ki, məsələn deyək ki, deyərdin, Vaqif. Baxın, Əbdülmahmudov var. İndi Allah qoysa onun haqqında danışacaq. O da xalq artistidir. Təbii məsələdir. Mən o da həmən o bir tərəfi şeydir, yəni Mütəllibovçu olduğuna görə Heydər Əliyev onu nəsə qəbul eləmədi. Bu bandalarda onu şey eləmirlər. Ona görə ki, bu Mütəllibovdan çox yaxın olmuşdu. Vaxt Şeyx Əbdülfanzad. Amma məsələ burasındadır ki, baxın, Zeynəb Xanlarova o vaxtı meydanda dedi ki, Mütəllibova səs verməyən erməni deyil. Sonra da heç nə olmamış kimi Heydər Əliyev hakimiyyətə gələndən sonra yenə gəldi, heç nə olmamış kimi Heydər Əliyev onu. Yəni baxdı ki, qadın da bu qadının öz sənəti var, öz işi var filan, yəni bağışladı. Amma Əbdül bağışlamadı. Təsəvvür edin. Yəni Vaqif də o cərgədə. Yəni mən bilmirəm, daha hansı sözlər demək lazımdır. İnanın mənə, mən yəni mənim üçün yenə deyirəm, məsələn, Vaqif Mustafayev təkcə əgər bəyin uğurlanmasından yaramazı çəkmiş olsaydı, ondan sonra heç nə çəkməsəydi, bəs idi. Yəni, bəs idi ki, şey deyəsən ki, məsələn, bax, məsələn, Vaqif. Amma bu, deyək ki, yarınmaq üçün, vəzifəyə getmək üçün, nə bilim, gəldi, həmən bu vəziyyət, 12 dənə film çəkmişəm deyir və ondan sonra da təsəvvür edin, hələ bununla da durmur. Sonra da gedib Space-də bir veriliş açıb, sadə həqiqətlər, adını da qoy, sadə həqiqətlər. Respublikada nə qədər dəladuz var, gözünə də bir-iki dənə deyək ki, Rəşid Mahmudovdur, deyək ki, Sərdar Calaloğludur, nə biləm, belə bir adamlardan qatıb, orada danışdırır və sonunda da hər birinə az qala şeylə dedirtməyə çalışır ki, bəs Heydər Əliyev ümumilli liderdir. Ged otur yerindədir, hər şeyi alıbsan filan, sənin, bax, bu sadə həqiqətlər sənin nəyinə lazımdır. Baxın, bu ölkədə Allahla bağlı olan Şeyxülislam vəzifəsi müqəddəs vəzifədir. Bugün Azərbaycanda onun başında oturan adam Allah şükür Paşazadə dəladuzdur. Yəni bunları işləyən adamdır da Allahın adamı öz bəndəsindən oğurluq eləyərmi? Neysə dostlar, yəni əvvəli verilişimizin başlanğıcında nəsə müəyyən problemlər oldu. Allah qoysa çalışarıq gələn, yəni sabahı o birisi gün olmasın. Allahın köməkliyi ilə bir saatımız tamam oldu. Hələ 3 dəqiqədə keçib gələn sabah yox, birisi gün saat 2-də, bax elə bu vaxtı görüşmə ümidi ilə sağollaşıram sizdən. Sağ olun, var olun, çalışın, bəyənin, abunə olun və çalışın. Mən düzünü deyim ki, sizə dostlar, mən istəmirəm ki, siz sən adamı çağırıb, məsələn, mənim kanalıma abunə eləsiniz. Yox. Yəni, o adamlar ki,
o adamlar ki doğrudan da yani bu rejimin karşı mübarizə aparmaq istəyir. Bu rejimə qarşı. Sabahları deyək ki, biz deyəndə ki, filan vaxtı meydana çıxmaq lazımdır, meydana çıxacaq. O adamlar, qoy o adamlar bizim kanalımıza abunə olsunlar. Mən istəmirəm, mənim kanalım 100 min olsun, lazım deyil. Elə 10 min olsun, amma o adamlar ki, o adamlar istəsinlər. Ki o adamlar məsələn deyək ki, baxıram, baxışlara baxıram, baxdım bu məsələn deyək ki, bu son ayın 15-dən bu tərəfə efirə çıxırıq. Mənim ən çox kanalda baxılan verilişlərim 5 min tərəfə keçmir. Halbuki bizim 11 min abunəçimiz var. Yəni ən aşağısı deməli deyək ki, bunun 5'i heç olmasa 6 min adam baxmalıdır. Yəni o nöqteyi nəzərdən deyirəm. Sağ olun, salamat qalın. Allahın köməkliyi ilə mən elə düşünürəm ki, dostlar, hər qaranlıq gecənin bir gündüzü var. İnanın mənə. Yəni gün gələcək, yəni o 7 uğur istərəm də həmən bu dediyin Əbdül Mahmudov deyək. Bir vaxt gələcək, o Qasım rolunda oynayan deyək ki, bir vaxt gələcək, gecələr ışıqlar yanacaq, deyəcəklər ki, bu gecə teatrda Ölülər tamaşası oynanılır. Kevin İskəndər rolunda Qasım Mədədoğlu özü oynayır. İnanın, mən o günü gözləyirəm ki, yəni o gün Allahın köməkliyi ilə gələcək. Sadəcə olaraq biraz gec, biraz tez. Amma tez olsa inanın mənə. Yəni o da yenə deyirəm sizin üçün, bizim üçün. Yəni nə qədər biz tez ayrılsaq, tez özümüzə gəlsək o qədər yaxşıdır. Sağ olun, salamat qalın. Allah qoysa görüşərik.